Bəli, biz Qax rayonunun Zaqatala rayonunun sizin arasında arasında, yerləşir. bəli. Amma əsas bu Qax ərazisi gedir və təbii ki, baxmayaraq Zaqatala sakinləri də, Qax sakinləri də bura gələn qonaqlar bu belə restorandan bəhrələnir. Bəli. Gözəl bir məkandır, restorandır, bizim dostumuzdur. Biz daima tez gəlirik və burada təbii ki, restorana Gözəl də gələn ad qoyub. Ad qoyub. Turan Göl. Bura biz Çox mənzərəli bir yerdir, həqiqətən. Ailəvi bir istirahət ediləsi bir məkandır. Həqiqətən. Göl şəraiti, lotkaları, Həqiqətən də burada gözəl istəyir kotejlər. qışda gələsən, istəyir yayda gələsən, istəyir qışda gələsən. O Hər qədər gözəl fəslin bir gözəlliyi aura mənzərəsi var. bəxş edir İnşallah insana. Şirvana da görək, bu dağlar, mənzərələri, Şirvanı görən gözü vuran görsün. Təbii ki. Və dostlar, burada yəni ad günü, nişan, banket, özəl günlərinizi, nişan və xına yaxtı. Bəli, bəzən toylar da olur. Toylar da olur, bəli. Toylar da Gözəl olur. konsertlər də olur, tanınmış Mən müğənnilər. burada toy da oxumuşam, nişan da oxumuşam, böyük partilər olur. Şəraiti çox gözəldir. Çox gözəldir. Yəni Mükəmməldir, müasir dizaynda, gözəl bir görkəmdə. personal heyəti, xidmət Personal heyəti. Superdir. Doğrudan rəhbərlik çox gözəl insandır, Bəli, dostumuzdur. rəhbəri dostumuzdur, Və bəli. onun gözəl komandası, aşpazları, mətbəxdə işləyən, çalışan xanımları, kababçıları. Yəni burada həm Azərbaycanın milli, həm Avropanın mətbəxinin ən ləzzətli təamları, gözəl xörəkləri, gözəl ləzzətli təamları. Bəli. Məsələn burada Xüsusən də xəmir xörəkləri xəmir burada xörəkləri, çox bəli. dadlı olur, yemişik Xəmir də. xörəklərin ünvanı, tək bir ünvanı ilə bura Turan göldür. Həyəti genişdir, mənzərəlidir, maraqlıdır və gözəl dediyim kimi tək-tək otaqlar var. Tək-tək kotejlər var, Kotejlər var, hətta bəli. böyük zalı var. Böyük zal var. İlin 4 fəslinə uyğun olaraq ilin 12 ayı məhz belə Turan göl ailəvi bir şəkildə dostlarınızla və yaxınlarınızla olmalarınızla gəlib gözəl bir istirahət Özdə mənim edirsiniz. doğma Hətta kəndim, Novruz Lahız kəndim. bayramların belə Və burada keçirdə burada bu bilərlər. məkanlar. İstəyir məktəbli uşaqlar olsun, istəyir müəllimlər olsun, həkimlər olsun, iş adamları olsun, gəlib burada tədbirlərinizi edə bilərsiniz. Bəli. Hətta Novruz stoluna Hər bir gətirmişəm, emin. bayramı, bəli, hər bir bayramı yüksək səviyyədə harda Turan göldə gedə bilərsiniz. Yəni dostlar, daxil olaraq Turanın birinci bir. zalına, Zal bəli, bir, banket zalı. Xanımlara hörmət, hər zaman kimi Rahil bəy çox sağ olun. Burada bu zalda olmuşuq da oradan da. Bu zalda olmuşuq və bu gözəl Çox bir qulluq oldu. Çox Hə. yadda qalan bir gün keçirdik. uzun bir stol açmışdılar. Həqiqətən də çox gözəl təamları da var idi. Ki bizi belə qarşıladı. Və bu məkan bizim üçün doğmadır. Elə gəliləsi, görüləsi, özəl günlərinizi elə bu məkanda keçirmək üçün elə heç bir gedib axtarma bir məkana ehtiyac yoxdur. Elə bura gəlin, görün gözəlliyi bu anda, bu Balaca məkanda yaşayın. tədbirlərinizi burada keçirəcəksiniz. Böyük tədbirlər üçün Böyük gedirik. ikinci mərtəbə. Amma Emin onu deyim ki, sənə həqiqətən də indi insanlar elə bilərlər ki, biz nəsə reklam eləyirik deyə tərifləyirik. Xeyr, reallığı deyirik. Həqiqətən də reallığı deyirik. Çünki özümüzə rəva bilmədiyimizi biz başqa adama rəva bilmərik. Turan Göl restoranının ikinci zalındayıq. 250 nəfərlik böyük bir zaldır. Düzdür, Ramazan ayının münasibətilə təbii ki, burada Fəaliyyətdə hələ ki, deyil fəaliyyətdə zalımız. Amma Amma mən burada olmuşam böyük tədbirlərdə, böyük toylar da eləyirlər 250 260 nəfər. maraqlıdır. Geniş və qəşəng Gözəl Aura çiçəklər, var. müasir işıqlar. Mənzərəsi gözəl. Mənzərəsi gözəl, mənzərəsi bəli. gözəldir. Sağa sola hər tərəf göl. Həyəti Açılır, görsən, panorama, açılır, bəli. yanlar açılır. Yay vaxtında məsəl üçün şüşələr açılır. Elə bir açıq hava kimi. Qış mövsümündə istiliklə yüksək səviyyədə burada artıq belə deyək insanları xoş edir. Yay mövsümündə də asfir havada mənzərəni istəyirsən. Müasir işıq effektləri, çıraqlar, səs effekti, hər şey mükəmməldir. Yəni doğrudan da gəlməyə dəyər və burada toy edin ki, maraqlı bir an yaşayın. Hə, burada zövq almayasan. Bəh, bəh. Vallah. Parkovkanın da yeri boldur. Bəli. Açılmış dayanacaq yer də var.